Və artıq qeyd etdiyim kimi köçəri türklər böyük at sürülərinə, qoyun sürülərinə malik idi və bu sürüləri otarmaq üçün onlar daim hərəkətdə olurdu. Və bunun nəticəsində türklər bir şəhər kültürü yaşayan, yerləşik oturaq kültürü yaşayan türklər və daim köçəri həyat tərzi yaşayan türklərə çevrildi. Və əslində türklərin uzun minilliklər öz kimliyini qoruması, var olması, dilinin pozulmaması bu həyat tərzi ilə bağlıdır. Çünki türklərin bir hissəsi kəndləşib, şəhər həyatı yaşayırsa, kənd həyatı yaşayırsa, digər bir qismi köçəri idi. Və düşmənlər salınmış şəhəri, qalaları zəbt etdikdə, həmin türklərin bir qismi öz malını, mülkünü atmadan zəbt olunmuş, onu zəbt etmiş düşmənlə sosial, kültürel əlaqəyə girirdisə, digər bir qism türk isə qaçaraq həmin köçəri türklərin yanına gedirdi. Və ya daim hərəkətdə olan həmin köçəri türklər zaman zaman müxtəlif ərazilərdə olan müvafiq boylara baş çəkir. Burada kültürel alış-veriş və dil alış-verişi baş verirdi. Və nəticədə türklər uzun məsafəyə, coğrafiyaya yayılmış olsa da onlar biri-birindən izolyasiyada qalmış xalq kimi yox, daim biri-biri ilə əlaqədə olan xalq kimi uzun minilliklər yaşamışdı.